Uşağın tərbiyəsində əsas rol kimindir? Valideynlərin yoxsa cəmiyyətin? Bayaq mənə deyir ki, uşağın tərbiyəsində valideynlər günahı cəmiyyətin boynuna atır. Çünki rahatdır. Amma uşağın əsas formalaşdığı yer ailədir. Bəs məktəb, küçə, sosial şəbəkə bunlara nə deyəcəksən? Onlar təsir edir, amma əsas baza evdə qoyulur. Evdə nə görürsə, çöldə onu yaşayır. Yəni problemli uşaq varsa, məsuliyyət valideynindir. Böyük ölçüdə bəli, uşağı doğurmaq kifayət deyil, böyütmək lazımdır. Amma valideyn hər şeyi düzgün etsə də, cəmiyyət uşağı dəyişə bilməz. Dəyişə bilər, amma zəif ailə tərbiyəsi varsa, cəmiyyət onu tamamilə əzir. Deməli, uşaq iki fərqli tərbiyə arasında qalır. Bəli, ev başqa şey deyir, küçə başqa. Hansı güclüdürsə, uşaq ona tərəf gedir. Səncə uşağın tərbiyəsində əsas rol valideynindir, yoxsa cəmiyyətin təsiri daha güclüdür?